Salam, Məxfi Cinayətlər kanalının izləyiciləri. Bizi seçib və kanalımıza abunə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Növbəti cinayət işinə keçid alırıq. Çelyabinsk rayon Milli Şöbəsinə ağlayaraq bir qadın yaxınlaşmışdı. Qadın şikayət ərizəsi ilə yaxınlaşmışdı. Şikayəti belə idi: onun qızı və 2 nəvəsi itkin düşüb. Təqaüdçü qadın çox narahat idi. O əmin idi, onun yaxınlarının başına bədbəxt bir hadisə gəlib. Tamara Tixonova öz şikayətində bildirirdi: onun qızı Yelena Gerasimova yarım il bundan qabaq harasa köçüb. Amma o köçdükdən sonra anası ilə əlaqə qurmayıb. Amma nədənsə qadın əmin idi, onun qızının və nəvələrinin yoxa çıxmağında günahkar onun yeni həyat yoldaşı Aleksandr Perovski günahkardır. Detektivlər qadının şikayətinə ciddi yanaşmadılar. Ola bilsin qadın yeni kürəkənini elə də sevmir və bu yüzden onun haqqında şikayət verib. Amma buna baxmayaraq detektivlər hər ehtiyata qarşı bu məsələni yoxlamaq məcburiyyətində idilər. Cinayətin gedişatına aid olan sənədlərdən Aleksandr Perovski 1965-ci il təvəllüdlü. Dəfələrlə məhkumluq həyatı yaşayıb. 5 dəfə evlilik həyatı yaşayıb. Evli olduğu qadınların hamısını dünyasını dəyişib, yalnız birindən başqa və o heç bir yerdə işləmir. Bu məlumatlardan sonra detektivlər şübhəyə düşdülər və yaşlı qadını milis bölməsinə bir daha çağıraraq ifadəsini aldılar. Tamara Tixonovanın verdiyi ifadəyə əsasən yarım il bundan əvvəl mənim qızım Yelena və onun 2 övladı 9 yaşlı Yegorla və 11 yaşlı Aleksey ilə bir yerdə öz evini sataraq Krasnodara köçmüşdü. Yeni həyat yoldaşı ilə bir yerdə yaşamaq üçün Aleksandr Perovskinin yanına. Qadın bildirdi ki, qızı köçdükdən sonra ancaq yarım ildən sonra ondan qəribə bir telegram alıb və bu telegramdan sonra qızından heç bir məlumat əldə edə bilməyib. Qadın bildirdi ki, onun daha çox narahatlığına səbəb olan isə onun kürəkəninin tez-tez Çelyabinsk rayonuna gəlməsi olub. O onu hər dəfə Çelyabinsk rayonunda tək görürdü. Qadın hər dəfə öz qızı haqqında və nəvələri haqqında məlumat əldə etmək istəyəndə Perovski hər dəfə söhbəti dəyişirdi. Beləliklə qadın çarəsiz qalıb kürəkəninin anasına zəng etdi. Qadın isə ona bildirdi ki, bir daha bura zəng etmə və mən bilmirəm sənin qızın hardadır. Beləliklə detektivlər Aleksandr Perovskinin anasının evinə yollandılar. İlisin gəldiyini görən Aleksandr Perovskinin anası qorxusundan həmin dəqiqə Perovskinin ünvanını verdi. Krasnodarda yerləşən ünvanını. Detektivlər sorğu keçirdikdən sonra aydın oldu ki, Yelena və onun övladları heç bir zaman Perovskinin yaşadığı ünvanda yaşamayıblar. Detektivləri bir sual narahat etdi. Görəsən Perovski qadını və uşaqları öldürübmü? Sovet vaxtı 2 və yaxud da 3 nəfərin ölümünə görə cinayətkarı ali cəza gözləyirdi: güllələnmə. Belə bir cəzalardan biri 1965-ci ildə icra olunmuşdu. Həmin baş vermiş cinayət SSR-də böyük sensasiyaya səbəb olmuşdu. Belə ki, 15 yaşlı yeniyetmə qadın və onun uşağını güllələmişdi. Yeniyetmə bu cinayəti xüsusi amansızlıqla törətmişdi. Onun ölümü hökmü də elə 15 yaşında icra olunmuşdu. Amma bugünkü gündə Rusiyada ölüm hökmü hətta ağır cinayət törətmiş cinayətkarlara belə oxunmur. Bir neçə müddət əvvəl Krasnodarda yerləşən məhkəmə cinayət törətmiş bir kişiyə hökm oxudu. O, mənasız yerə 2 gənci güllələmişdi. Onun mənasız cinayətinə görə 11 il həbs cəzası verilmişdi. Daha bir oxşar cinayət, Çita sakini içkili halda öz dayısını və dayısı qızını öldürmüşdü. Ona da 10 il həbs cəzası verilmişdi. Bir müddət keçdikdən sonra detektivlər Aleksandr Perovskinin izinə düşdülər. Onu saxlatdırıb milis bölməsinə gətirdilər. O ifadə verərkən özünü qəribə aparırdı. O ifadə verərkən dili topuq vururdu. O dəqiq, dürüst deyə bilmirdi onun həyat yoldaşı və ögey övladları hardadır. Ya deyirdi ki, onlar Qazaxstana gediblər və yaxud da deyirdi ki, onlar Krasnodardadırlar. Onların yerləşdiyi yerin ünvanları və nömrələri hamısı yanlış idi. Amma Perovskinin hər hansı bir cinayəti törətdiyi ilə əlaqədar maddi sübut və dəlil olmadığı üçün onu sərbəst buraxdılar. Amma detektivlər belə bir qərar verdilər: Perovskini gizli müşahidəyə alsınlar.
Piroski işsiz olduğu üçün tüfeğli bir həyat sürürdü. Demək olar çox vaxt zamanını restoranlarda keçirirdi. Müxtəlif qadınlarla ünsiyyətdə olurdu və onları ötürürdü. Bu gəzintilər üçün Pirovski pul xərcləyirdi. Dedektivlərə maraqlı idi. İşsiz adam bu qədər pulu hardan götürmüşdü? Və qadın, 2 uşaq hara yoxa çıxmışdı? Beləliklə dairə prokurorluğundan Pirovskinin evinə baxış keçirmək üçün icazə aldılar və bu qərar öz nəticəsini verdi. Pirovskinin evində müxtəlif ölkələrə aid olan pullar tapıldı. Həmçinin də Yelena Gerasimovanın şəxsiyyət vəsiqəsi və övladlarının doğum şəhadətnamələri var idi. Artıq Pirovskinin qaçmağa bir yeri yox idi. O başa düşürdü ki, onu küncə sıxışdırıblar və o hər şeyi etiraf etdi. O düşünürdü ki, səmimi etirafı ola bilsin onun işini yüngül edə bilər. Beləliklə, Yelena'nın və onun 2 övladının dəfn edildiyi yeri göstərdi. O həmin gün ki, Yelena evi satdı, o özünə ölüm hökmünü artıq oxutdurmuşdu. Pirovski Yelena'nın evi satdığını biləndə onun ağlından çirkin bir fikir keçdi. Pirovski öz çirkin əməlini icra etmək üçün öncədən yeri və məkanı seçmişdi. Və beləliklə Yelena'nın və övladlarının son görəcəyi bir şey dərin bir quyu və baş daşı oldu. Yelena Gerasimovanın və onun övladlarının həyatı bahasına gələn həmin o məbləğ $4000 idi. Pirovski isə rəhm etmədən ona aşiq olan qadının pulunu bu şəkildə mənimsədi. Bu amansız cinayət ictimaiyyəti çox sarsıtmışdı. Cəmiyyət bu amansız qətllə və 2 uşağın ölümünə görə barışa bilmirdilər verilən cəza ilə. İctimaiyyət ölüm hökmünü istəyirdi. Amma məhkəmənin hökmünə əsasən qatil ömürlük həbs cəzası aldı. Rusiyada ölüm hökmü ləğv edildikdən sonra bir neçə illər ərzində ölümlə nəticələnən cinayətlər 10 qat artmışdır və Pirovski də nə az nə çox həmin cinayətkarlardan biridir. Tamara Yefimova isə yaşlı çağında qızını və nəvələrini itirərək tənha qaldı. Amma cinayətkar sağdır və ola bilsin ki, gələcəkdə nə vaxtsa onun işinə baxaraq bağışlaya bilərlər. Amma bu artıq başqa bir mövzudur. Dostlar, siz Məxfi Cinayətlər kanalındaydınız. Kanalımıza abunə olaraq videolarımızı bəyənməyi unutmayın. Həmçinin çox istərdik rəylər bölümündə sizin fikirlərinizi görək. Sizin fikirləriniz bizim üçün çox maraqlıdır.